Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə qorxasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün məhsullardan ruzi yetişdirdi. Siz də bildiyiniz halda Allaha tay tutmayın. Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı şahidlərinizi çağırın. Əgər siz bunu edə bilmirsinizsə, heç edə də bilməzsiniz. Onda yanacağı insanlardan və daşlardan olan kafirlər üçün hazırlanmış oddan çəkinin. İman gətirib salih əməllər edənlərə müjdə ver ki, onlardan ötürü altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildiksə, bu ki əvvəlcə bizə verilən ruzidir, deyəcəklər. Halbuki onlara oxşarı veriləcəkdir. Onlardan ötürü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.